Krosun tam maşallah özündən böyükdür. Yəni bu yaxdı da var. Hə? Ayağım şişir. Ayağın şişir. Ayağın şişir böyükəliyi. Yuxudan durub xəstəxanaya gəlmişik. Meydəmi qalxdılar. Gəldim, çatdım qızlar, bu mənim palatamdır. İnansız, əməliyyat olacam, amma bilmirəm əməliyyatı necə şəkildə eləyirlər. Biraz qorxu var. Mən hər əməliyyata girəndə ayağıma belə bir corab geyindirirlər hamısında. Səbəbini bilmirəm amma. Dizim yara belə içindədir, bura baxın. Ayağımda şişibdir, tərpədə bilmirəm. Yıxıldığımı əkindən düzədirəm. Belə bir geyim verdilər. İndi aşağı düşəcək, çəkiliş eləyəcək, gözümün əvvəl sonrasını çəkəcəklər belə. Çox güzel olacaq. Həkim dedi ki, 6 aya lap qəşə oturacaq gözüm. Qıza bu mənim xəyalım idi. Biz nə vaxt istəyirəm, çoxdan istəyirəm. Deməli qızlar sistem qoşdular. Sistemin qutarmasını gözləyirlər. Sonra çəkilişə gedəcəyik. Damarı bir tər tapdılar. Damarım məndə tapılmır, çətin tapılan damardır. Biraz əziyyət çəkdilər. Qızlar, zaman keçdikcə başqa əməliyyatlar da gələcək. İndi gedirəm əməliyyata. Sonra bunu eləyəcəm. Sonra bunu eləyəcəm. Sonra bunu eləyəcəm. Olacam başqa qız. Siz məni izləmədə qalın. Bəziləri gizlin izləyir. Evet. Məryəm əməliyyatdan çıxıb gəlmişəm Məryəmə. Necəsən? Səni çəkirəm, danış. Yaxşıyam, çox yaxşıyam. Çox qorxurdum bu əməliyyatdan, amma düşündüyümdən ağrısı çox azdır. Yaxşıyam. O şeydir. Cüzə ağrım var, o da baş ağrısının narkozdandır. Bu dəfə rahat, üşütmədim. Biraz üşüttü, bu əvvəl çox üşütürdü. Bir də qusmaq istəyirdim, qusa bilmədim. Bir dəfə narkoz bədəmdə qaldı. O əvvəlkilər ağır əməliyyat etdi, ona görə. Onun da sınır əməliyyat. Həkimin səhifəsində bölüşəcəm. Xanım dedi ki, əli yüngüldür. Qalan şeylər mənim deyəcək, sağ ol. Həqiqətən də yüngüldür. Əməliyyatdan çıxdım qızlar. Dünəndən çıxmışam. O qədər yaxşı keçdi ki, əməliyyatımız çox qorxurdum, çox tərəddüd edirdim bu əməliyyata gəlməyə. Amma 2 ildir həkimi araşdırıram və axırda seçimim bura oldu. İnşallah nəticə tam 6 aya yaxşı olur. Amma mən nəticəni indidən gördüm, çox bəyəndim. İnşallah sizə də göstərəcəm. İnansız buralarımı hiss eləmirəm qızlar. Bir dənə cüzi baş ağrısı oldu, başqa heç nə. Axşam Murad da gəlmişdi. Bana da demişdi, məni çək. Başım indi sudur. O qədər qorxurdum qızlar, o qədər qorxurdum. Bu əməliyyat olan başqa həkim eləyən qızların həmişə gözləri belə mosmor idi. Amma mən hər bura yoxlanışa gələndə, həkim görməyə gələndə də, danışmağa, qəbuluna gələndə pasientlər deyirdi ki, tam ağrısızdır. İnanmırdım, deyirdim ki, yəqin mən qorxutmamaq üçün də. Sonra əməliyyata girməmişdən öncə pasiyenti də buradaydı. Dedi, qızım da olubdu, özüm də olacam. Əli o qədər çox yüngüldü ki, həqiqətən də dediyi kimi də var da, yəni əli çox yüngüldü.
Yəni seçimim düzgün olub araşdırmaq həqiqətən yaxşı şeydir. Yəni 2 ildir araşdırırdım. Bura gələndə də yadınızdadırsa bölüşmüşdüm ki, istəyirəm. Murad məni qırmamaq üçün gətiribdi. Amma belə deyim də, deyirdi ehtiyac yoxdur. Həm qırmamaq üçün gətirirdi, həm də deyirdi ehtiyac yoxdur. Amma bu gün qərara gəldik, gün təyin elədik və belə deyim, xəyallarım gerçək oldu. Mən bu xəyalımı çox qururdum, çox kompleks yaradırdım. Hər belə deyim, qıza salona gedəndə buradan belə dartırdılar, eləyirdilər. Gözüm o qədər aşağı idi. Gündə gözümü aça bilmirdim, heç cür aça bilmirdim. Yemeğimi de getirdiler kızlar. Çay, yok dünən 2 gündə heç nə yemirəm. Bir əməliyyata girən günü, bir də çıxandan, bir də əməliyyata hazırlaşan gündən saat 8-dən yemək yemirəm. Başım bildiğiniz qazan kimdir. İstəyirəm yeməyəcəm başım. Amma ağrım çox az olub. Keşke iştahım ömrü belə gedə. Qızlar, əməliyyata girəndə heç bir zaman qorxmayın. Mən kesirkaya girəndə də gülə-gülə girmişdim. Gözü çıxanda ağladım Mirana görə. Amma çox ağrım var idi. Çalışdım həkimlərimi incitməyim. Ay, işte yapıyorum. Saçım başıma bakın. Gelmişim doktorun yanına. Diyafran şirasını getirmeye. Kızlar saçıma başıma fikir vermeyin. Bakın. Kaş oldu mu? Hele şişti. De mamaya bak, oldu mama. Masada. Mamam beğendin teyze mamanı. Bak gözüme bak. Beğenmedin. Nenesi kimin neytraldı? Korktun. Mənəm Meryem. Meryem yok mu ana? Mənə bak. Uşaq mənə baxır Meryem. Sualımı qalsın, söyləməliyim. Başqa söz. Hə, sualım gəl, mağazinə gedim, sənə sualım gəl. Alın. Maçelim. Nə? Dedim bana. Gedim alın. Onda sakit oturarsan. Sakit otur gedim alın. Kep balsın. Kep bal ya da sos doldurma. Nə alın? Kep bal ya da sos doldurma. Sənə alın. Sən alsın. No, mən yerime cevap veririm. Ne? Mama yanmasın. Şu mamanda. Başa düştü. Geldim kaynanamcılara. Keşke aş pişirdi mənə. İndi gedirəm evə. Başım səs götürmür. Bir anda kaynanam geldi olanda çok pis ağlayır, qışqırır. Başım ağrıyor. Bir kıstırmam da var. Ne ağrım yok bence. Baş ağrısı. Ya da buralara dağıtıp var. Gelir gelmez kirencimi ve paltoları. Yığıştırırım İran paltolarını. Yerleştiririm. Elme olmaz, güce verme olmaz ama evin işlerinde kim görsün. Bu da işte gideyim. Desteğim. Var bir tane paracetamol attım. Onu da yaxşı. Ana ki ana. Sevdiğim aştı kızları kaynanama dedim hazırladı sağ olsun. Çok tatlı açtım.
Düyünü süzürsünüz qızlar. Qəşəng içinə noxud da, kök də əlavə eləyə bilərsiniz. Tərəvəzdaşdı. Qaraxo qaynayandan sonra içinə əlavə eləyirsiniz. Ətdən qovurursunuz. Qəşəng sonra içinə əlavə eləyib nuş eləyirsiniz. Dəmə qoyursunuz, nuş eləyirsiniz. Çox daddaşdı. Bilməyənlər üçün paylaşırım. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Videonu like eləyib, komment yazmağı unutmayın. Səhifəmizə də abunə olun. İnşallah daha ətraflı paylaşacağım. Videonu burada sonlandırıram. Yəni, ən çox istədiyim bir əməliyyatı gerçəkləşdirdim. Həkimim Azər doktordur. Səhifəsində paylaşacağım. Çox razı qaldığım üçün bölüşürəm. Bu bir reklam deyil. İnşallah Instagram səhifəsində bölüşəcəm. Yəni, əməliyyatım gözlədiyimdən də çox yaxşı keçdi. Uğurlu keçdi. Həkimin özü də çox bəyəndi. İndi üzüm qızlar şişib, dodaq şişdi. Gözlərim şişdi baxın. Əsasında cərim olmuyor. Belə başımın içində elib. Dəmir. İnşallah ayın 4'ü tam dikişlərim söküləcək. Sağ ol elə bacılara. Sağ ol elə. Maç göndər.